Çox maraqlıdır ki, əvvəl köhnə bir kadrlar var idi. Bir dənə hipnoz eləyən idi. Sirkdə çoxlu insanları hipnoz elirdi. Mümkündür. Bəlkə görmüşdünüz Kasparovski. onu. İndi deyim ki, baxın, kimsə televiziyadan baxır. Bəlkə onun enerjisi belə yüksəkdir. Mümkündür, eləmək olar. Eləmək olar. Bu nə dərəcədə düzgündür və düzmü eləyəcək onu? Axı o qədər televiziyanın içinə çıxsa, hamıda hipnoz olmayacaq. Hamıya belə deyim də, siz gəldiniz və ya da A şəxs, B şəxs gəldi, eyni təlqinləri vermirəm, eyni seans da olsa. Texnik olaraq eyni gedə bilər, amma eyni təlqinlər getmir. Çünki sizin inancınıza uyğun olub-olmama məsələsi var. İnancınıza uyğun olmasa nəticə verməyəsiniz. Təlqin deyəndə nəyi nəzərdə tutursunuz? Hipnoz əsnasında deyilən sözlər. Aha. Yəni hər fərdə özəl. Bəli, ona uyğun inancına özəl gedirsiniz. İnancına özəl olmalıdır. Zidd olsa nəticə verməyəcək. Məsələn, deyək ki, təlimə gəlir adam, təlimə başlayanda mənə bu sualı verir, xanım. Hipnoz bitdikdən sonra mən həyat yoldaşıma hipnoz eləyib, onun kartını əlində saxlaya biləcəm, maaş kartını. Təlimə başlayanda hə deyirəm. Üstündən bir həftə sonra falan görün professional şəkildə necə irəliləyir bu adam, necə bir şəxsiyyət dəyişimi yaşayır, daha çox korreksiyası. Təlim bitdikdən sonra o adam onun kartına ehtiyac duymur. Niyə asıllıq yaransın ki? Bu adamın özünün təmin edəcəyi də maddiyyatı var. O həyat yoldaşı da təmin eləyir. İstədiyi bütün maddi imkanları təmin edir, amma bu kartını istəyir. Niyə həyat yoldaşının müəyyən bir şeyinə sahib olmaq istəyir? Onun şəxsi zonasına girmək istəyir. O təlim əsnasında o problemini həll eləyir. Həll olduqdan sonra heç ona ehtiyac duymur. Yəni başa düşdüm. Siz birinci inancdan qəbullanırıq. Məsələn, siz gələcəksiniz mənə, seans eləyəcəm sizi. Mən sizə hipnozu sizin sahənizdən izah eləyəcəm. Sizin sahənizdən nümunə verəcəm. IT sektorundan gələcək, IT sektorundan nümunə verəcəm. Həkim gələcək, həkimdən nümunə verəcəm. Futbol gələcək, futboldan nümunə verəcəm. Aydındır. Sırf hipnoz eləmək, öyrənmək üçün, beynin necə işlədiyini öyrənmək üçün, HTML-dən tutmuş bütün başlanğıcdan tutmuş Python-a kimi hamısını müəyyən mənada öyrəndim ki, hamıya necə məlumat verə bilərəm. Neçə il viz aldı? Tam hipnozu öyrənmək ömür boyu alacaq. Bitmir. Bitməyəcək. Çox maraqlı. Heç vaxt bitdim deyə bilməyəcəm. Çünki bu bitmir. Elm qabı bitməyəcək. Bəlkə də indiyə qədər öyrəndiyimiz vaxt gələcək deyəcəklər ki, yanlış damsı. Çünki 50 ilə qədər biz deyirdik ki, incəsənət tərəfləri beynin sağ yarım kürəsidir, falan şeylər, texniki fənlər sol yarım kürəsi, sol axaylar, sol beyin. Elə bir şey yoxdur. 50 ilə qədər biz bunu deyirdik. Elm əsasları var idi. Var idi. İndi klinik psixologiyada 50 ildir deyirik ki, yoxdur. Onda tətbiq olunan bir çox şey yalandır da belə çıxır. Yalan deyə bilmərik. Hal-hazır üçün doğrusu budur. Bəlkə daha güclü bir şəxs çıxacaq, yəni tarixi dəyişdirə biləcək bir şəxs çıxacaq, deyəcək ki, bunlar yalandır. Doğrusu bu formadadır. Bu daha gözəl nəticə verəcək. Bəlkə də o şəxsin yetişməsi üçün bunlar lazımdır.